Sizin də bilirsiniz, çox yaxşı bir sualdır. Şükürlər olsun bizim ərazi bütövlüyümüz bərpa olunub. Mənə elə gəlir ki, indi sülh olub. Cənab Prezident erməniləri Qarabağdan qovub. Amma mən inanmıram ki, onlar bu dərsi başa düşüblər. Mənə elə gəlir ki, nə vaxtsa 50 ildən sonra mı, 100 ildən sonra mı bunlar nəsə yenə söz tapmıram, qatıqlayacaqlar. Belə deyil. Azərbaycan və Ermənistan münaqişəsi haqqında nə deyə bilərsiniz? Münaqişə nədən yarandı? O 30 il davam edən bir haqsızlıq idi, hansı ki yekun olaraq yerini buldu, yəni haqq yerini buldu. Torpaq üstündədir. Onlar heç vaxt torpağı olmayıb. Onlar bilsən necədir? Onlar köçəri həyat yaşayıblar. Onların tarixi bilinmir. Onların torpağı bilinmir. Onlar elə hazır torpaq axtarırlar, hazır yer-yurt axtarırlar. Onlar ancaq düşmənçiliyə yaxşıdırlar, dostluğa yox. Münaqişə çoxdan yaranıb. Münaqişə də yenə də torpaq üzərində olub. Yəni ki, bilirik ki, İrəvan xanlığı da Azərbaycan xanlığı idi və bir neçə əsrlər öncə ermənilər Azərbaycana gələndə biz elə bil ki, onlara dəstək olduq. Halbuki bunun qədrini bilmədilər. Yəni bizim belə deyim də, biz çox ürəklə yanaşdıq, yəni ki, o xalqa, amma qədrini bilmədilər. Ermənistanda olmaqda. Yəni ki, əslən Azərbaycanlı ərazisi. Əlbəttə Azərbaycanın ərazisi, onların ərazisi olmuyor. Onlar köçəri həyat sürüblər. Əzəli əlbəttə ki, Azərbaycan torpağı. Prosta ki, yəni necə deyim, əvvəlki o mehribançılıq olsaydı kim istəməzdi ki, getsin, gəlsin, yəni də bir dostluq yaransın da, amma ki, yenə deyirəm, hər nə qədər belə deyim, torpaqlarımız alınsa belə, nə qədər istəsə dostluq olsun deyə o keçmişi unuda bilmərik biz. Unudulmayacaq bir şeydir. O silinməz yaddaş. Ermənistanda olmamışam, amma olmaq istərdim, baxmaq istərdim, yəni ki, orada vəziyyət necədir. Doğma deməzdim, amma yenə də fikrimdə olacaqdı ki, yenə də Azərbaycan torpağıdır, yenə də Azərbaycandayam. İrəvan Azərbaycan xanlığı oldu. Bəli. Bəli. Ermənistan daxil olsaydı onsuz da Azərbaycan torpağıdır. Yəni ki, mən o torpaqları heç vaxt da Azərbaycandan ayrı saymamışam. Bəs Nikol Paşinyanın siyasətinə qarşı necə münasibət? Düşünürəm ki, Paşinyan bu günə qədər Ermənistanın başına gələn ən yaxşı bir hadisədir. Nikol Paşinyanın siyasəti o belə bir insandır ki də, yəni ki, dəyişən siyasi hansısa bir hadisəyə uyğunlaşa bilən insandır. Məncə bir xameleon deyərdim ona. Sülh yolları axtarır ona görə ki, bilir ki, hal-hazırda Azərbaycan daha qüvvətlidir, Azərbaycan güclüdür, Azərbaycanın yaxşı əlaqələri var, yəni ki, dost ölkələrlə. Ona görə də yəni ki, başa düşür ki, belə bir siyasət, Azərbaycanla dost olmaq hal-hazırda daha sərfəlidir Ermənistan üçün. Əslində belə baxanda ağıllı adamdır. Yəni düşünməzdim ki, o da bir siyasətdir də. Onun bir ifadəsi vardı, işlətmişdi. Biz Qarabağı uduzmamışıq. Olmayan bir ərazi idi bizim üçün. Yəni bizim olmayan bir ərazimiz idi. O da bir siyasətdir. Axıra görə hara çıxacaq, nə çıxacaq? Ən azından bir dənə bir şey bilirəm ki, o da istəyir ki, Azərbaycanlıların sevgisini qazansın. Onun əsasında yürür. Ermənilərə və Ermənistana hansı bir arzunuz olardı? Nə arzulayardınız onlara? Arzum yəni ən azından vicdanları olsun. Yəni bəzi ermənilər var ki, onlar hələ də deyirlər Qarabağ bizimdir. Xeyr, Qarabağ onlar heç vaxt olmayıb yəni. Oturduqları torpaq belə əzəldən bizim olub. Bir dənə bunu düşünsünlər yəni. Sadəcə onu bilirəm yəni. Bu qədər. Biliblər artıq və mən çox istəyirəm ki, yadlarında qalsın ki, Qarabağ Azərbaycandır.